Salam əziz izləyicilər, bugün biz sizə danışırıq ədəd haqqında. Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə ədad deyilir. Ədadı cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz. Sadəcə həmin məna müəyyən qədər zəifləyə bilər. Məsələn, burada qeyd etmişik, axı bunun səbəbi nədir? Bunun səbəbi nədir? Axı bunun səbəbi nədir? Mənada ciddi dəyişiklik baş vermədi. Sadəcə olaraq məna qüvvətlənmiş oldu. Ədadların məna növləri var. Gəlin bunlarla tanış olaq. Qüvvətləndirici ədadlar. Axı, ən, lap, hətta, daha, artıq, dadə, necə, nə ədadımız var? Ha, ki, cacə, belə, olduqca, düz, bircə, bir. Nümunə olaraq, necə də maraqlıdır, nə gəzməli havadır. Artıq dərslər başlandı. Dəqiqləşdirici ədadlarımıza aiddir. Elə, əsl, məhz. Bu, əsl sənin mahnındır. Elə bu vaxt kimsə qapını döydü. Məhz sən bacara bilərsən. Məhdudlaşdırıcı ədadlar bunlara aiddir. Yalnız, ancaq, təkcə, tək, bircə, bir. Bunlarda kiçiltmə, məhdudlaşdırma mənasını görürük. Bircə, ancaq, yalnız, təkcə, tək, bir, onun səsini eşidirdim. Yəni ətrafda ola bilər ki, 100 nəfər adam ola, amma mən deyirəm ki, bircə onun səsini eşidirdim. Artıq burada digər 99 nəfəri nəzərə almırıq. Sual ədadları burada var məgər, yəni, bəs, mı, mü. Məgər bu doğrudur? Bəs sən necə deyirsən? Baxın, burada sual məqsədi ilə işlənmiş ədadlardır. Əmr ədadları isə əmr, xahiş, məsləhət tipli cümlələrdə işlənir. Yəni bu məzmunlar daşıyır. Deyir, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, sana, sənə. Gəlsənə sabah gəzməyə gedək. Sən bir bura gəlsənə. Arzu ədadları isə bunlara aiddir. Kaş, təki, barı, kaş ki, gərək, bir, bircə. Barı mənim sözümü dinlə. Təki işin düzəlsin. Bir bizə gəlsəydim. Bircə oxuyub imtahandan keçə bilərdim. Yəni bunlar adətən feilin arzu şəkli ilə ifadə olunmuş cümlələrdə işlənir. Təsdiq və inkar ədadlarına isə aiddir. Bəli, hə, yox, xeyr, heç də. Heç də elə fikirləşmə, bəli, gedəcək. Və s. İndi biz ədadların homonimlik məsələsi ilə tanış oluruq. Ən vacib işimiz. Danışaq, deməli, qüvvətləndirici ədadlardan. Qeyd etdik ki, burada ən, lap, daha, olduqca bu ədadlar nə bildirir? Qüvvətləndirici funksiya bildirir. Sifətin çoxaltma dərəcəsi ilə işlənir. Ən gözəl, lap maraqlı, daha şirin, olduqca dadlı və s. Bu baxımdan bunlar amonimlik daşımır. Digər ədadlarımızdan danışaq hətta sözündən. Hətta ola bilir həm bağlayıcı olsun, həm də ədad olsun. Bağlayıcı necə olacaq? Deyə bilərəm ki, hətta mən sənə güvənmirəm. Burada hətta sözü belə mənasındadır. Mən belə sənə güvənmirəm. Yəni artıq qüvvətləndirici mənanı biz burada görmüş olduq. Daha doğrusu mən bunların yerini səhv yazdım cümlələri. Deməli, gəlin bunu silim. Bu olsun ədad.
Bu olsun bağlayıcı. İkinci cümləmiz olacaq bağlayıcı. Baxın, birinci cümləmizdə hətta mən sənə güvənmirəm, mən belə sənə güvənmirəm. Bu mənada qüvvətlendirici funksiya daşıyır və ədatda. Bağlayıcı olan da isə həmçinin mənasında olur. Mən toya getdim. Başqa bir cümlə yazaq. İclasa hamı hətta Vüsal müəllim də gəlmişdi. Burada deməli hətta həmçinin mənasındadır. Yəni iclasa hamı gəlib. Onun içində Vüsal müəllim də var. Vüsal müəllim burada iştirak edir. İştirak bağlayıcısı olacaq. Sonra var burada artıq sözü. Gəlin ondan da danışaq. Artıq. Mən bunu vereyim birinci sifət kimi. Artıq tamah baş yarar. Necə tamah, artıq tamah. Baxın, necə suala cavab verir, özündən sonra isim gəlib əşyanı izah edir və bu olacaq sifət. İkinci zərf olaraq. Mən artıq danışan insanları sevmirəm. Nə qədər danışan, artıq danışan. Artıq burada danışmağın miqdarından söhbət gedir. Bu olacaq zərf. Məsələn, belə bir cümlədə yazaq, ədatı yazım sonra. Və ədat olaraq daha mənasında artıq qış gəlib. Daha qış gəlib. Bu mənada ədat olacaq. Və elə cümlələrimiz var ki, eyni cümlə daxilində həm zərf, həm də ədat kimi düşünülə bilir. Məsələn, artıq danışma. Mən burada artıq danışma, yəni normadan artıq danışma, çox danışma mənasında bunu zərf kimi də düşünə bilərəm. Bir də artıq danışma, yəni daha danışma da sus. Danışmağını istəmirəm. Bu mənada olacaq ədat və yaxud da artıq kağızları yığışdırım. Burada da sifət, bax bu cümlədə zərf yox, sifət və ədat kimi düşünə bilər. Artıq kağızları yığışdırın. Necə kağızları? Artıq kağızları. Bu mənada sifət düşünülə bilər. Bir də artıq kağızları yığışdırın. Yəni artıq imtahan bitir, kağızları yığışdırın. Daha mənasında ədat kimi düşünülə bilər. Orada bizim var dadə sözümüz. Təbii ki, biz burada dadənin bitişik yazılan yox, ayrı yazılan formasından danışacağıq. Bitişik yazılanda dadə şəkilçi ola bilir, zərf düzəldən və ismin yerlik halı. Bizə
Onlar lazım deyil, çünki biz zərf bəhsində bunlardan danışmışıq. Bizə ədat və bağlacı olmaq məsələsi lazımdır. Dadə. Bu ola bilir, bağlacı olsun. Həmçinin mənasında. Əhməd də gəlib. Həmçinin. Gəlib. Baxın, iştirak edir. Yəni gələnlərin içində Əhməd də iştirak edir. Bu olacaq bağlayıcı. Təkrarlanarsa onsuz da bağlayıcıdır. Məndə, səndə, o da. Bunu rahat tapırıq. Amma dadə tək işlənəndə ədat və bağlayıcı, yəni ikisinin hansının olması məsələsi diqqət mərkəzində olmalıdır ki, yəni biz bunu məsələyə diqqət yetirməliyik. Həmçinin mənasında bağlayıcıdır. Əhməd də gələcək, həmçinin Əhməd də gələcək, yəni Əhməd gələcək. Artıq burada Əhmədi iştirak etdirirəm. Yəni başqaları da gəlir, Əhməd də onların tərkibindədir, içindədir. İkinci ədat. Danış da. Bax, bu bizim Aran bölgələrində dənə sözünə uyğun gəlir və yaxud da Gəncə, Qazax, Qarabağ zonasında dana sözünə, danış dənə və yaxud da danış dana. Bax, bu ifadəyə uyğun gəlir. Həmin bu da qüvvətləndirici mövqedədir və ədat olacaq. Cümlədən çıxardanda heç bir məna dəyişməz. Sonra orada var nə sözü? Buradan yazım. Əvəzli ola bilir. Ədat ola bilir. Bağlayıcı ola bilir. İnkar bağlayıcısı. Əvəzli olanda sual əvəzli olur və sual məqsədilə işlənir. Nə axtarırsan? Yəni biz qarşı tərəfə sual veririk. Ədat olanda isə qüvvətləndirici mövqedədir. Nə gözəl qızdır. Nə gözəl evdir, yazaq. Hələ burada bir hiss-həyəcan bildirmək üçün idə də qoya bilərik. Bağlayıcı olanda isə inkar bağlayıcısı olur. Nə oxuyur, nə yazır. Nədə. Bunun feili təsdiqdə olmalıdır. Yəni nə oxumur, nə yazmır, yox. Nə oxuyur, nə yazır şəklində. Danışaq necə sözündən. Necə sözü də nə sözünə bənzəyir. Sadəcə orada bağlayıcı ola bilmir. Ədat və əvəzli ola bilir. Buna şifahi danışım. Bax, necə oxuyursan, sual verirəm. Sual əvəzlidir. Necə də maraqlıdır. Ədat olacaq. Ha bağlayıcı nə idi? Ədatımız var, ondan danışaq. Bu həm qüvvətləndirici ola bilir, həm də əmr ədatı ola bilir. Bütün hallarda ədatdır, amma biz məna növünə diqqət yetirməliyik. Qüvvətləndirici olanda feilin digər şəkillərindən sonra gəlir. Gözləyirəm ha. Baxın, xəbər şəklindən sonra gəldi. Gözləyirəm ha. Gəlməlisən ha. Yəni digər şəkillərindən sonra, əmr şəklindən başqa digər şəkillərindən sonra gəlir. Amma əmr ədatı olanda əmr şəklindən sonra gəlir. Gəl ha. Gecikmə ha. Baxın, əmr ədatı olanda əmr şəklindən sonra gəlir. Qüvvətləndirici olanda digər şəkillərdən sonra, yəni xəbər şəklindən lazım, vacib və s. gələ bilir. 2-dən danışaq.
Sileyim burada. Kini biz ədəd və bağlayıcı kimi verəcəyik. Sonra mən şəkilçi olaraq da kidən danışaram. Bağlayıcı olanda tabeli mürəkkəb cümlənin tərəfləri arasında işlənir və iki cümləni bağlamağa xidmət edir. Bilirəm ki, hər şey düzələcək. Bilirəm ki, hər şey düzələcək. Baxın, bu kidən sonra virgül qoyulur bağlayıcı olanda. Amma biz elə izah etməyək. Niyə? Çünki orada deyəcək ki, durğu işarələri buraxılmışdı. Biz gərək qaydanı dəqiq bilək. Ona görə də bu metod uğurlu metod deyil. Kidən sola və sağa baxaq. Yəni kinin hər iki tərəfində cümlə gəlibsə, bu ki olacaq bağlayıcı. İndi baxaq. Kinin sol tərəfində bilirəm sözüdür. Cümlədir yoxsa sözdür? Cümlə. Bilirəm bir cümlə. Hər şey düzələcək, o da bir cümlədir. İki cümləni bağlayıb bu ki. Deməli nə olacaq bu? Bağlayıcı. Ədatı olanda isə cümlələri bağlaya bilməz. Sözdən sonra gəlir, söz və cümlə arasında gəlir. Sən ki belə deməmişdin. Baxın, indi kidən sol tərəfdə sən sözü var. O bir sözdür. Belə deməmişdin olsun cümlə. Amma hər iki tərəfdə cümlə deyil, bir tərəfdə sözdür. Sözdən sonra gəl. Bu artıq olacaq ədat və biz burada təbii ki, virgül işarəsindən istifadə etmirik. Sən ki belə deməmişdin. Kini burada çıxarda da bilərik. Sən belə deməmişdin. Deyə bilərik ki, ay müəllim, birincidə bağlayıcıda olanda da orada da kini çıxarda bilirik də. Bilirəm hər şey düzələcək. Bəli, amma biz onun üçün daha uğurlu metoddan istifadə etdik. Ən yaxşı fərqləndirmə metodu kinin sol və sağ tərəfinə baxırıq. Hər iki tərəfində cümlə varsa, bax birincidəki kimi bağlayıcıdır. İkincidə isə kidən əvvəl sən sözün görürük. Bu ədat olacaq. Yəni sən ki, o ki yalan danışır. Mən ki düz deyirəm. Bax burada ki qüvvətləndirici ədat mövqeyində olacaq. Bu şəkildə. Ki bəzən sual cümlələrində sonda işlənə bilir. Bilmirdin ki, burada da ədat hesab olunur. Və bu ədat və bağlayıcı olanda kini biz ayrı yazdıq. Şəkilçi olanda isə təbii ki, bitişik yazırıq. Şəkilçi olanda necə olur? Deməli bu zərf düzəldən şəkilçi olur. Daha doğrusu yox, zərf düzəldən yox. Zaman zərfindən sifət düzəldən şəkilçi olur. Axşamki sözündə, sabahki sözündə biz bunu görə bilərik. Və s. Yəni bu axşam sözü zaman zərfidir. Axşamki hansı sifətdir? Sabah sözü nə zaman? Zaman zərfidir. Sabahki hansı sifətdir və bu zaman ki bitişik yazılacaq sözə. Bu şəkildə. Bir də niyəlik hallı əvəzliyə qoşulub deməli söz yarada bilir. Baxaq, isim olacaq burada. Bizimki. Özdə burada qrammatik şəkilçi, sonra leksik şəkilçi gəlir. Yəni normalda Azərbaycan dilində leksik sonra qrammatik şəkilçilər gəlməlidir, amma bu 4 istisna şəkilçilərimizdəndir. Bizimki, məsəl üçün onunki. Burada biz sözün köküdür, im mənsubiyyətdir, ki isə leksik şəkilçidir. O sözün köküdür, onun mənsubiyyətdir. Mənsubiyyət yox.
yəlik al. Şəxsi vəzifələr heç mənsubiyyətə görə dəyişə bilməz. Üzrlü hesab edin. Q isə bu olacaq deməli isim düzəldən şəkil üçün. Məsələn, bunlar sizin kitablarınızdır, bizimki evdə qalıb. Nə bizimki? Bax bu mənada. Davam edirik cəcə ədatından. Cəcə deməli olur ədat kimi. Ədat kimi necə? Burada çox mənasında sifətin çoxaltma dərəcəsini yarada bilir. Məsələn, qaraca, qara sözü sifətdir, ca ədatdır. Qaraca, quruca, kiçikcə, xırdaca, yəni çox xırda. Qeyd edək ki, balaca sözü sadə sifətdir. Ondan sonra bolluca sözümüz var. Zərflərin də üzərinə artırıla bilir. Yaxşıca. Məsələn, yaxşıca dincəldik, yaxşı dincəldik. Məna fərqi yoxdur. Ca burada ədatdır. Səssizcə sözündə. C ədatdır və yaxud da yavaşca sözündə. C ədatdır. Bu şəkildə. Sonra cə qoşma kimi işlənə bilir. İlə mənasında. Araz boyunca getdik. Yəni Araz boyu ilə getdik. Və yaxud da yol boyunca söyürlər əkilmişdi. Yəni yol boyu ilə. Baxın bu mənada. Sonra qədər mənasında. Zərrəcə qorxmuram. Yəni zərrə qədər qorxmuram. Dünyaca dərdim var, dünya qədər. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Yəni dərya qədər ağlın olsa. Bax bu mənada olacaq qoşma. Sonra cə eyni zamanda görə mənasında da qoşma ola bilir. Görə mənasında. Bu istinad bildirir. Məsələn, İsmin quruluşca növləri, yəni quruluşa görə növləri. Sonra və burada üçüncü qeyd edək, zərf düzəldən şəkilçi olur cəcə. Bu da nə zaman olur? Dil bildirən sözlərə qoşularsa, türkcə, rusca, fransızca və s. Yalnız və yalnız dil bildirən sözlərə qoşulsa, bu proses baş verir. Bu şəkildə. İndi bunu silək. Belə sözündən danışaq. Belə. Bu söz ola bilir, ədat olsun, ola bilər. Mən belə. Bu hətta mənasında olacaq. Sənə inanmıram. Yəni, mən hətta sənə inanmıram. Qüvvətləndirici ədat mövqeyindədir. Bir də əvəzlik ola bilər. Belə adamdan uzaq ol. Necə adamdan, nə cür adamdan?
Belə adamdan, adam əşya isim olduğu üçün belə sözü burada sifət əvəz etmiş əvəzlikdir. Belə sözü hərəkətlə, feillə əlaqələnib zərfi də əvəz edə bilər, lakin bütün hallarda əvəzlikdir. Belə danışma. Bunu da yazaq. Yəni bu cür danışma. Baxın, necə sualına cavab verdi, özündən sonra hərəkət gəldi. Feillə əlaqələndiyi üçün bu zərf əvəz edib bu söz. Bu sözü isə belə adamdan sözü deməli əşya olduğu üçün belə sözü sifəti əvəz etmiş əvəzlikdir. Bütün hallarda hər iki, yəni bu cümləmizdə və bu cümləmizdə belə sözü əvəzlikdir. Sadəcə birində sifət əvəz edib, birində zərfi əvəz edib. Düz sözündən danışaq. Düz. Bu söz 5 mövqedə işlənə bilir. Ədəd ola bilir. Lap mənasında. Düz yanımda dayanıb. Yəni burada düz sözün çıxaranda məna dəyişməz. Düz yanımda dayanıb, lap yanımda dayanıb. Bütün hallarda, yəni bu və ya da yanımda dayanıb da deyə bilərəm də. Yəni burada düz sözü qüvvətləndirici funksiya daşıyır, ədaddır. Bu hadisə düz 5 il bundan qabaq olub. Bu mənalarda düz sözü ədaddır. Düz sözü ola bilir sifət olsun. Düz adam həmişə seçilir. Həmişə seçilir. Necə adam? Düz adam. Baxın, adam sözü əşya olduğu üçün əşyanın əlamətini bildirir və burada düz sözü olacaq sifət. Üçüncü isə zərf ola bilir. Düz danış. Doğru danış. Yəni. Danış feil olduğu üçün, hərəkətlə bağlandığı üçün düz danış olacaq. Düz sözü burada zərf və yaxud da düz otur. Bu mənalarda düz sözü zərfdir. Feil ola bilir. Dördüncüdür bu. Kitabı yerinə düz. Təbii ki, burada hərəkət var. Yerinə düz. Nə? Düz. Burada hərəkət var. Yəni, hərəkət bildirir, feildir. Beşinci isə isim ola bilər. Mil düzü, muğan düzü bu mənada. Mil düzü. Düzənlik yer mənasında. Coğrafiyada keçdiyimiz düzənlik. Baxın, bu olacaq isim. Bunu da silək. Danışaq indi bircə sözündən. Söz. Biraz burada diqqətli olmalıyıq biz. Baxın, bu bircə sözü ola bilsin, olar, say üstəgəl ədad. Bircə manat pulum var. Pulum var. Biz əvəzinə 2 manat deyə bilərik. 3 manat da deyə bilərik. Yəni, birin əvəzinə digər sayıları verə biliriksə, 2, 3, 4 və s. Deməli, bu burada bir sözü saydı. C isə qüvvətləndirici ədaddır. Və yaxud da bizə bircə xal çatmadı. Yenə 2 xal çatmadı, 3 xal çatmadı. Bircə balım çatmadı. Bu mənalarda bircə sözü, burada bir sözü saydı, C isə ədaddır. Yəni, C ədaddır. Bu şəkildə olacaq.
Sonra bunu biz verə bilərik məhdudlaşdırıcı ədad. Qısa yazıram, məhdudlaşdırıcı ədad. Bunu bircə sən bilirsən. Baxın, yalnız sən bilirsən, təkcə sən bilirsən, tək sən bilirsən, bir sən bilirsən. Bu mənalarda məhdudlaşdırıcı ədaddır. Məhdudlaşdırmaq o deməkdir ki, biz adından da göründüyü kimi mənanı daraldırıq, kiçildirik. Yəni ətrafımda 10 nəfər var, amma bunu yalnız sən bilirsən. Artıq mən 9 nəfəri saymadım, götürmədim, nəzərə almadım. Bir səni götürdüm və mən bu sirri sənə dedim. Bu baxımdan məhdudlaşdırıcı ədad olacaq. Və ola bilər ki, arzu ədatı olsun. Heydər Babaya Salam poemasında deyir, bir görəydim ayrılığı kim saldı? Kaş görəydim mənasında. Burada bir, kaş mənasındadır. Baxın, olacaq arzu ədatı. Bunu da silək. İndi isə danışaq sadəcə bir sözündən. Bir sözü ədat ola bilir, qüvvətləndirici. Qüvvə yazıram, qüvvətləndirici ədad. Nə deməkdir bu? Mənanı qüvvətləndirmək məqsədi ilə işlənir. Sifət və ismin arasında gələ bilər. Gözəl bir qız, köhnə bir ev. Baxın, burada birə qətiyyən biz say deyə bilmərik. Say demək istəyiriksə, köhnə bir ev. Say demək istəyiriksə, biz sayı öncə gətirməliyik. Bir köhnə ev. Bəli, burada bir saydır. Köhnə sifətdir, ev isimdir. Amma köhnə bir ev burada bir ədaddır. Niyə? Çünki sifət və ismin arasına daxil olmuş söz qüvvətləndirici ədad olur. Yəni sifət və say, biz onu dərsdə, yəni sifət və say bəhsində demişik. Sifət və say hər ikisi isimdən öncə gəlir. Amma ismin lap yaxınlığında gələn sifətdir. Əgər hər ikisi gəlirsə ismin qarşısında, yazaq bunu burayla. Bir köhnə ev. Sonra silərəm, eyb yox. Bir köhnə ev. Baxın, bu bir saydır. Köhnə sifətdir. Ev isə isimdir. Yəni, sözümün canı nədir? Demək istəyirəm ki, sifət isimin yanında gəlib. Baxın, sayı digər tərəfə atıb. Doğru şəkildə desək. Buna say deyə bilərəm, bu axırıncı yazdığıma. Amma köhnə bir ev, burada sifət və ismin arasına daxil olmuş söz artıq olacaq ədad. Və yaxud da sən bir dayan görüm. Sən bir dayan. Bunu əlimdə idi. Silindi, eyb yox. 2 yazım onda. Sən bir dayan. Yox, yenə də birdir hələ ki. Biz birdən danışırıq. Sən bir dayan, sən 2 dayan, sən 3 dayan deyə bilmirəm. Bax, burada da yenə qüvvətləndirici ədad mövqeyindədir. Sonra ikinci ola bilər arzu ədatı olsun.
Bir onu görəydim. Kaş mənasında. Və üçüncüsü say ola bilir. Məhdudlaşdırıcı da ola bilir. Bundan da danışaq. Məhdudlaşdırıcıda bu sirri bir sən bilirsən. Yalnız sən bilirsən, təkcə sən bilirsən, tək sən bilirsən, bircə sən bilirsən. Hamısı eyni mövqedədir. Məhdudlaşdırıram. Ətrafımda nə qədər adam var, onlardan yalnız birini götürmüşəm. Bu məhdudlaşdırıcı mövqedədir. Və dördüncü ola bilər. Say olsun, yazaq bura say. O da bildiyimiz müəyyən miqdar sayıdır. Bir qələm. Neçə qələm? Bir kitab, neçə kitab və s. Yəni bildiyimiz əşyanın miqdarını bildirən nitq hissəsi sayıdır bu. Sonra elə sözümüz var. Ədat. Dəqiqləşdirici ədatdır. Elə sözü məhz əsl mənasındadır. Elə mən də onu deyirdim. Baxın, burada elə sözü ədatdır. Məhz mən də onu deyirdim, əsl mən də onu deyirdim. Əvəzlik ola bilər. Elə insan çətin tapılar. Necə insan, elə insan. Sifəti əvəz etmiş, əvəzlikdir. Elə demə. Hərəkət gəlib, hərəkətlə bağlıdır. Zərf əvəz etmiş, əvəzlikdir. Amma yenə də biz bunu əvəzlik götürürük, zərf kimi yox. Feil kimi ola bilər. Dediklərimi elə, yəni yerinə yetir. Yerinə yetir mənasında feildir. Tapşırığı elə, yəni yerinə yetir. Bir də bu sonuncu yazdığım amonim sayılmaz, amma başqa cür düşünülə bilər deyilsə götürə bilərik. İsim plus yönlü kənar şəkilçisi. Yəni isim olarsa el üstəgəl ə. Elə. Elə obaya mənasında. Baxın. Elə obaya lazımlı adamdır. El sözün köküdür. İsimdir, əsə, yönlük, haldadır. Əsl sözündən danışaq. Əsl sözü ədat və sifət ola bilir. Əsl, baxın, məhz mənasında. Əsl mən deyəndir, elə mənasında. Bunlar üçü də eyni qrupun sözləridir deyə biri digərinin əvəzində işlənə bilir. Sifət olaraq əsl dost. Necə dost, nə cür dost? Əsl bal. Yəni xalis balda, təmiz, qarışığı olmayan, hansısa bir maddə ilə, yəni tərkibində hansısa bir maddə qatılmayan bal, təmiz bal, bax bu mənadır. Əsl dost da budur da, belə təmizdir, yəni bu dostdan söhbət gedir. Sonra danışırıq yalnız sözündən.
Bu sözü biz ədat və zərf kimi işlədə bilərik. Yalnız qızlar gəlsin. Təkcə mənasında, tək mənasında, bircə mənasında. Burada məhdudlaşdırıcıdır. Niyə? Sinifdə 20 şagird var, onu qızda, onu oğlan. Mən qızları götürürəm, oğlanları götürmürəm. Yenə deyirəm, burada say azalırsa artıq məhdudlaşdırıcı məna var. Çünki təkcə mənasında həm zərfə də gedib çıxa bilər, ədata da, ona görə o uğurlu fərqləndirmə metodu deyil. Zərfi olaraq evdə yalnız qalmışam. Necə qalmışam? Nə cür qalmışam? Necə qalmışam? Nə cür qalmışam? Qalmağımın tərzini bildirir. Artıq bu tərzi hərəkət zərfidir. Ancaq sözünə baxaq. Bu sözü verə bilərik. Ədat və bağlayıcı kimi. Yenə ədat olanda məhdudlaşdırıcı ədat olacaq. Təkcə, tək, bircə, bir mənasında. Bu işin öhdəsindən ancaq sən gələ bilərsən. Ancaq sən gələ bilərsən. Təkcə sən gələ bilərsən. Bircə sən gələ bilərsən. Bir sən gələ bilərsən. Yəni ətrafımda nə qədər adam varsa, hamısını qoyuram kənara, tək səni götürürəm. Sayı azaldıram. Artıq burada məhdudlaşdırıcı məna var. Ancaq sözü amma, lakin, fəqət mənasına bərabər olarsa, olacaq bağlayıcı. Mən dedim. Ancaq sən eşitmədin. Mən dedim, amma sən eşitmədin, lakin sən eşitmədin, fəqət sən eşitmədin, sən isə eşitmədin. Artıq burada qarşılaşdırma bağlayıcısı olacaq. Belə bir cümləmiz var idi topluda. Deməli, yazaq burada. O, bu günə kimi uğur qazana bilməyib. Virgül, çünki bu iki cümlədir. Ancaq sən ona kömək edə bilərsən. Kömək edə bilərsən. Baxın, burada bu sözü, ancaq sözünü həm bağlayıcı, həm də ədat kimi düşünə bilərəm. O, bu günə kimi uğur qazana bilməyib, yalnız sən ona kömək edə bilərsən. Bu mənada ədat kimi düşünüləcək. O, bu günə kimi uğur qazana bilməyib, amma sən ona kömək edə bilərsən, lakin sən ona kömək edə bilərsən. Bu mənada bağlayıcı kimi düşünülə bilər. Yəni, hər iki halda başa düşülə bilən sözdür. Təkcə sözündə şifahidim, o da elə ədat və zərf olacaq. Bu baxımdan ancaq sözünə bənzəyir, bircə sözünə də bənzəyə bilər. Təkcə, bircə sözü yox, zərf olmur. Elə ancaq sözünə bənzəyir. Təkcə sözü, baxın, evdə təkcə oturmuşam, necə oturmuşam, necə oturmuşam. Burada zərf olacaq. Amma
Bu işi təkcə o bacarar, bircə o bacarar, yalnız o bacarar. Yəni məhdudlaşdırıcı məna varsa, olacaq ədat. Tək sözü var. Ondan biraz uzun danışacağam. Ədat ola bilir. Bu işi tək sən bacararsan. Yenə həmin mənada yalnız sən bacararsan, təkcə sən bacararsan, bircə sən bacararsan, azaldıram sayı, məhdudlaşdıram, məhdudlaşdırıcı ədatdır. Zərf ola bilər. Bütün işləri tək görmüşəm. Bu işi tək görmüşəm. Bu işi tək etmişəm. Necə? Yəni tərz bildirir. Tərzi hərəkət zərfidir. Ola bilər sifət olsun. Tək əldən səs çıxmaz. Necə əldən, tək əldən? Baxın, tək sözündən sonra əşya gəlib. Ona görə isim olacaq. Burada isə tək sözündən sonra hərəkət gəlmişdir. Ona görə də oldu zərf. Yəni hərəkətlə bağlananda zərf olur, əşya ilə bağlananda olur sifət. Tək ədədlər sözü də sifətdir. Tək ailənin tək övladıdır. Necə övladıdır? Bu da sifətdir. Bəzən şagirdlərimiz deyirlər ki, müəllimə, bu bəlkə say kimi götürə bilərik. Qətiyyən yox, bu sifətdir. Tək sözü qoşma ola bilər və bu zaman sözə bitişik yazılacaq. Qızıl tək insandır. Yəni qızıl kimi. Bənzətmə qoşmasıdır. İsim də ola bilər. Yerin təki. Yəni onun aşağı hissəsi. Sonra yəni sözü var. Ədat və bağlayıcı ola bilər. Ədat və bağlayıcı olsun. Bağlayıcını biz daha öncə keçmişik. Bağlayıcı olanda izah etmə, aydınlaşdırma funksiyası daşıyacaq. Şagirdim. Yəni Emil qızıl medal qazandı. Burada Emilin kim olduğunu deyirəm. Yəni Emil çox ola bilər. Şagirdim Emildən söhbət gedir. Yəni aydınlaşdırma mənasını daşıyır. Tabesizlik bağlayıcıdır. Ədat olanda isə sual ədatı ola bilər. Yəni bunu bilmirsən. Sual mövqeyindədir və bəs bunu bilmirsən, məgər bunu bilmirsən. Baxın, yəni sual verirəm burada. Bəs sözü var. Bəs sözü ədat və predikativ ola bilər. Yəni söz xəbər, ismi xəbərdir bu. Bu sual ədatıdır. Və
Bəs məni aparmayacaqsan? Sual verirəm. Sual mövqeyindədir bu. Bir də xəbər olsa, yəni bu söz xəbərdir. Nitq hissəsi olaraq hansı bir nitq hissəsi olmurlar bunlar. Sadəcə olaraq cümlə baxımından ismi xəbər olurlar, ayrılıqda işlənirlər. Yəni bunları biz predikativ söz xəbər deyirik. Kifayət mənasında. Bu qədər. Pul mənə bəsdir. Yəni kifayətdir, yetərlidir. Bu mənada. Sonra gəl sözü ədat və fe'l ola bilər. Qoy sözü də, gəlin sözü də, gör sözü də bunların xüsusiyyəti eynidir. Fe'l olanda adətən cümlənin sonunda işlənir və hərəkət bildirir. Amma ədat olanda cümlənin əvvəlində işlənir və biz hərəkətin yəni icra olmadığını görürük. Yəni gəlmir o adam. Məsələn, fe'l olanda bizə gəl. Təbii ki, bu insan gələ bilər. Bu fe'ldir. Ədat olanda əmr ədatıdır. Yəni bu müxtəlif məzmunlar daşıyır. Məsləhət, xahiş filan daşıya bilər. Gəl belə edək. Gəlmir ki, onsuz da o adam mənim yanımdadır. Yəni gəlməyə ehtiyac yoxdur. Və yaxud telefonla danışa bilərik. Yəni bəlkə heç gəlməyəcək. Baxın, burada gəl ədatdır. Gör sözü də. Get uşağı gör fe'ldir. Gör o indi neyniyir? Bax, o ədatdır. Qoy sözdə. Kitabı yerinə qoy fe'ldir. Qoy o da bizimlə gəlsin, əmr ədatıdır. Gəl sənə sözündən danışaq. Bunu biz necə verə bilərik? Fe'l və ədat kimi verə bilərik. Fe'l üstə gəl ədat. Və bir də bütöv ədat kimi. Necə? Bizə gəlsənə. Bayaq ki cümləmizə bənzəyir bu da. Bizə gəlsənə. Baxın, bu adam gələ bilər. Gəl sözü fe'ldir. Bizə gəl, düzdürmü? Sana sənə burada ədat olacaq. Əmr ədatı. Amma bütöv olanda cümlənin adətən əvvəlində gəlir və burada gəlmə fe'linin əlaqəsi olmur. Gəlsənə. Birinci. Dərs soruşum. Dərs soruşaq. Dərsi soruşaq. Məsələn, sonra test yoxlayarıq. Burada gəlsənə bu bütöv ədatdır. Artıq gəlmir. Yəni gəlməklə əlaqəsi yoxdur. Bunu biz bütöv ədat kimi götürərik. Gərək sözündən danışaq. Gərək. Baxın, yazaq 1. Kaş mənasında arzu ədatı ola bilər. Gərək onu görəm. Kaş mənasında baxın, A-ya arzu şəklində olan fe'llə işlənib. Bu belə. İkinci. Gərək lazımlı mənasında. Necə ki, bəs bayaqları kifayətdir, yetərlidir mənasında söz xəbər olmuşdu. Gərək sözdə lazım mənasında xəbər ola bilər. Bu söz xəbərdir. O kitab mənə gərəkdir. Yəni mənə lazımdır. Bu xəbərdir. Amma nitq hissəsi olaraq bunu biz xüsusi bir nitq hissəsi kimi götürmürük. Gərək sözün biz
verə bilərik kök şəkilçi, amma bunu ayrıca ayırıq da. Burada bütöv kökdür birinci və ikincidə. Gərək sözünü baxın biz gərmək feili və agək bütöv əmr şəklinin şəkilçisi olaraq da götürə bilərik. Amma bu amonim xüsusiyyəti daşımayacaq birinci və ikinci ilə. Qoy onu gərək, yəni biraz belə deyək də əsəblərini gərək, yəni sıxışdıraq. Baxın bu mənada. Bir də gərək ki sözü olacaq modal söz. Gərək ki, yəqin ki mənasındadır. Olsun ki, gərək ki, yəqin ki. Bunlar modal sözdülər. Deməli, güman şübhə bildirirlər. Ədəd haqqında bu qədər. Sağ olun, salamat qalın.